Bir müddət əvvəl Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu Zaur Səmədov azadlığa buraxılıb. Qafqazinfoya istinadla bildiririk ki, bu barədə qərar qəbul edilib. Bildirilir ki, Zaur Səmədovun silah tətbiq etməklə xuliqanlıq etməsi sübuta yetirilməyi, həmin maddə ilə ona bəraət verilib. Qəsdən sağlamlığa zərər vurma maddəsi ilə cinayət işinə isə tərəflər arasında barışıq olduğu üçün xitam verilib. Nəticədə mərhum icra başçısının oğlu azadlığa buraxılıb. Qeyd edək ki, hadisə 3 ay əvvəl rayonun İsmailabad kəndində baş verib. İlkin məlumatda deyilirdi ki, Zaur Səmədov mübahisə zəminində tanışına ov tüfəngindən atəş açmaqla xəsarət yetirib. Xatırladaq ki, Zaur Səmədovun atası Qoca Səmədov Yevlaxın icra başçısı işləyib. O, korrupsiya cinayətlərində təqsirli bilinərək məhkum edilib, şərti azadlığa buraxılandan qısa müddət sonra vəfat edib.